Aleyküm selam rahmetullah ve berekatuhu. Deməli, niqab vacibdirmi, sünnətdirmi? Bu barədə Quran və sünnətdə olan dəlillərə baxmaq lazımdır. Və Quran və sünnət dəlilləri göstərir ki, niqab fərzdir, vacibdir. Allah Subhanahu teala Əhzab surəsi 59-da buyurur ki: "Ya eyyuhen nəbi qul li azvacika və banatika və nisa'il mu'minin yudnina aleyhinna min celabibihinna zalik adna en yu'rafna fela yu'zayn." Ey peyğəmbər, qızlarına, zövcələrinə və möminlərin qadınlarına de ki, örtünsünlər. Bu, onların tanınmaları və əziyyət edilməmələri üçün daha yaxşıdır. Deməli, bu ayət enmədən öncə kafir qadınlarla və yaxud cariyələrlə hur qadınlar seçilmirdi. Hər tərəfin də üzü açıq olduğundan dolayı seçilmirdi. Kim hurdur, kim hur deyil. Yəni, kim kölədir, kim kölə deyil deyə seçilmirdi. Və Allah Azza və Cəllə bu ayəti indirdi, örtünməyi əmr etdi. Və bu onların tanınmaları üçün, yəni möminlər artıq üzlərinin bağlı olmasından tanınmaları üçün və əziyyətə məruz qalmamaları üçün daha xeyirlidir. Və İbn Abbas radiyallahu anh bu ayətin təfsiri ilə deyir ki, bu ayət niqabın vacibliyinə dəlalət edir, üzün örtülməsinə. Və Ayşə radiyallahu anhadan da rivayət gəlir ki, bu ayətdən öncə üzləri açıq idi, lakin bu ayətdən sonra üzlərini bağladılar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "El-mer'atu kulluha əvrə." Qadın bütünlüyünə övrət. Ona görə üzün bağlanmasına dair dəlillər həm açıqdır, yəni oxuyanda insan başa düşür, həm də səhihdir. Lakin bu məsələdə bəzi alimlər ixtilaf edib, vacib deyib, sünnət deyil, sünnətdir deyiblər. Bunların məsələ dəlillərinə baxsaq, ya zəifdir, yaxud da səhihdir, amma açıq deyil mənası. Ona görə bu məsələdə ixtilaf olsa da səhih budur ki, vacibdir. Hətta, qardaşım, bu məsələdə sünnət deyən alimlər ki var, niqabın müstəhəb olmasına deyən alimlər, bunlar da iki şeydə, belə deyək, ittifaq ediblər ki, iki şey varsa vacib olur. Sünnət deyənlər deyib ki, iki şey varsa üzün bağlanması vacib olur. O iki şey nədir? Bir, əgər yaşadığın yerdə fitnə varsa, bu bir. İki, qadın gözəl olarsa, yəni gənc olarsa, gözəl olarsa. Sübhanallah, zaten sünnət deyən alimlərin sözündən də elə çıxır ki, yaşadığımız yerlərdə nədir? Üzün örtülməsi vacibdir. Çünki kim deyə bilər ki, indiki zamanımızda yaşadığımız bu yerlərdə fitnə yoxdur? Kim deyə bilər? Təbii ki, heç kim. Hal-hazırda insanlar dəyişirilib, fitnə çoxalıb, insanların baxışları qadınlara dəyişirilib. Elə deyilmi? Demək ki, sünnət görən alimlərə görə də bu kimi yerlərdə üzün bağlanılması nədir? Vacibdir. Yəni, belə deyək, yaşadığımız yerlərdə fitnələr baş alıb getdiyindən dolayı, yəni insanların əksəriyyəti mürtəd, müşrik olduğundan dolayı, fitnələr çoxalmasından dolayı müstəhəb görən alimlərə görə də bu kimi yerlərdə üzün bağlanılması nədir? Vacibdir. Ona görə hər halda üzün bağlanılması vacib olur. Kişi üzün bağlanması vacib rəyini götürsün, istər müstəhəb rəyini götürsün. Vacib rəyini götürən, istər fitnə oldu, istər olmadı, vacib rəyindən dolayı üzün açılması haram olur. Müstəhəb görüşünü götürənlərə görə də bu kimi yerlərdə üzün bağlanılması nədir? Vacibdir. Alə kulli həl, səhih görüş budur ki, üzün bağlanılması vacibdir qalır. Çünki ayət buna dəlalət edir, hədislər buna dəlalət edir. Doğrusunu Allah bilir.